Salam, hər vaxtınız xeyir olsun kanalımın dəyərli izləyiciləri. Xoş gördük sizləri. Mən Gülşən Həşimova. Bugün kurikulumdan MİQ və sertifikasiya hazırlaşan müəllimlərə dəstək mahiyyətli model tip testlərinin izahını təqdim edəcəm. Ümid edirəm ki, bu izahım sizlər üçün qismən də olsa bir faydalı izah olacaq. Əgər bu tip izahların ardının gəlməyini istəyirsinizsə, məsələ bu izahı olduğunuz WhatsApp qruplarında, statuslarda paylaşmağı unutmayın. Beləcə bizlər də tələbatınızı hiss edib bol-bol bu tip izahları yerləşdirməyə davam edəcəyik. Həmçinin də çox sayılı suallar gəlir ki, müəllim, yeni açılan qruplarımıza qoşulmaq istəyirik. Hal-hazırda bu mümkündürmü? Təbii ki, mümkündür. 055 280 59 24. Nömrəmiz aşağıda qeyd olunub. Bu nömrə vasitəsilə yeni açılan qruplarımıza qeydiyyata düşə bilərsiniz. Sizlər də mükəmməl formada imtahana hazırlaşıb bir növ yaxşı, uğurlu nəticə əldə edə bilərsiniz. Gəlin indi vaxt itirmədən keçək suallarımızın izahına. Birinci sualımız qeyd edim ki, R ilə bağlıdır. Hər il konstruktiv R imtahanda görülən sual tiplərindəndir. Bundan sonraki imtahanlarda da görə bilərik. Deməli, şərtdə qeyd olunur ki, hansı rəy konstruktivdir? Ümumiyyətlə, konstruktiv rəy nədir? Gəlin buna aydınlıq gətirək. Konstruktiv rəy düzgün rəydir, idrak fəaliyyətinə yönəlik rəydir, uşağı inkişaf elətdirən rəydir, gələcəyə yönəlik rəydir. Yəni, uzun sözün qısası müsbət keyfiyyətləri daşıyan rəyə biz konstruktiv rəy deyirik. İndi bizdən deyir ki, hansı konstruktivdir? Bir-bir oxuyub tapacağıq. Başlayaq A-dan. A variantında yazıb ki, hesablamaların doğrudur. Məsələnin şərtini oxuyarkən bütün verilənləri özündə qeyd etsən, hər zamanı unutduğun heç nə qalmayacaq. Baxın, burada deyir hesablamaların doğrudur. Bir növ uşağın etdiyi doğruları və ya səhvləri, indi burada doğrular dedik, deyirik doğrudur. Doğruları dedik. Sonra deyirik ki, məsələnin şərtini oxuyarkən bütün verilənləri özündə qeyd etsən, hər zaman unutduğun heç nə qalmayacaq. Yol göstərirəm uşağa ki, bunu da eləsən, daha yaxşı olacaq. Yəni, bu rəy keçmişə yönəlik rəy deyil. Hal-hazırki prosesi əks elətdirir. Gələcəyə yönəlik rəydir. Keçmişə yönəlik rəy konstruktiv sayılmır. Yadınızda saxlayın. Konstruktiv rəy gələcəyə yönəlik olmalıdır. Uşağa istiqamət verməlidir, yön verməlidir ki, nəyə necə etməlidir. Bir də idrak fəaliyyətinə yönəlik olmalıdır. Elə cavabımız olacaq A. Bəs niyə digər variantlar olmur? Gəlin buna da aydınlıq gətirək. B-də yazıb ki, yazında maraqlı fikirlər olsa da əvvəlcədən sizə təqdim olunan Rubinin birinci meyarına cavab vermir. Baxın, bu keçmişə yönəlik rəydir. Qəti şəkildə deyirik ki, bu belədir, bu elədir, bu düzgün deyil, oldu, bitdi. Yəni, konkret məsələni kökündən həll eləmiş olur da, yəni yaxşı mənada yox, pis mənada. Bu konstruktiv rəy olmaz, konstruktiv rəy yol göstərməlidir. Ona görə B olmadı. D-yə baxaq, C niyə olmadı? Deyir, səhv cavabların sayı düz cavablardan çoxdur. Əsasən bu mətnlə bağlı suallarda çox ciddi səhvlərim var, diqqətli ol. Burada da yol göstərmədim. Dedim, səhvim var, diqqətli ol. Uşağın harda səhv var, necə səhvi var, o səhv necə işləməlidir, heç bir şey demədim axı. Bu necə konstruktiv olsun? Deməli, bunu da silirik. D-də deyir ki, müzakirələrdə fikirlərini aydın ifadə etdin. Əla, amma yoldaşlarının danışmağa fürsət vermirsən. Keçən dəfə də belə etmişdin. Belə olmaz. Bu da qısa konkret kəsir ki, belə eləmişdin, belə olmaz və yaxud belə olmuşdu, belə olmamalıydı. Bu düzgün deyil axı, bunu da silirik. E-də deyir ki, əşyanı səliqəli düzəltmişsən, amma bəzi hissələrdə parçaları düzgün birləşdirməmisən. Niyə belə etmisən? Sənə keçən dəfə bunu demişdim. Yenə də burada emosiyalara yönəlik rəydir, uşağı inkişaf elətdirmir, bir növ yol göstərmir. Bu necə konstruktiv olar? Bunu da sildik. Lakin A variantı deyir, hesablamaların doğrudur. Müsbəti vurğuladım, sonra keçirəm ardına. Deyirəm, məsələnin şərtini oxuyarkən bu verilənləri özündə qeyd etsən, hər zaman unutduğun heç də qalmayacaq. Bir də uşağa da yol göstərdim ki, belə eləsən daha yaxşı olacaq. Ona görə cavabımız A. Keçək digər testə. Bu sualımız da situasiya tipli bir testdir. Deyir, müəllimin dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq şagird telefonla oynayır və dərsin gedişinə mane olur. Hansı addımınız problemi həll etmək üçün səmərəlidir? Baxaq. A-da yazıb ki, şagirdin telefonunu əlindən almaq və qaytarmayacağını demək. Bu artıq bir növ neqativə köklənmiş bir situasiyadır. Bu zaman uşağın sağlam psixoloji mühiti pozulacaq, yəni dəstəkləyici mühit olmayacaq. Ona görə bu olmaz. B-yə baxırıq. Şagirdlərə və müəllimə hörmətsizlik etdiyi üçün şagirdi danlamaq. Şagirdi danlamaq heç son edəcəyimiz bir şey də deyil. Yəni, düzgün situasiya deyil. Yenə də dəstəkləyici mühiti pozulacaq uşağın. Bunu da sildik.
C-də deyir ki, şagirdə əlavə tapşırıq verməklə cəzalandırma tətbiq etmək. Ümumiyyətlə cəzalandırma son atacağımız addımlar içərisində ən sonuncusu deyərdim. Ona görə bunu da silirik. Davranışın səbəbini anlamaq üçün fərdi söhbət aparmaq və birlikdə özü üçün qaydalar təyin etmək. Bunu saxlayıram, keçirəm E-yə. Sinifdə telefon işlətmək olmaz qaydasını qoymaq və şagirdlərin marağına xidmət edən tapşırıqlar vermək. İndi deyəcəksiniz ki, müəllim, E variantı uyğun gəlir də, yəni belə qayda qoysaq uşaq artıq biləcək. Axı burada qaydada deyir olmaz. Biz deyirik ki, qaydalarda bunu etmək olmaz yerinə bunu belə eləsək daha yaxşı olardı. Məsələn, belə olsaydı ki, sinifdə telefon işlətməsək daha yaxşı olar. Bu cür qayda qoymaq olar. Müsbətə yönəlik qaydadır, amma olmaz sözünü etməz, olmaz. Yəni bu tip inkar bildirən sözlər qoyduqda artıq bu qaydalar düzgün qayda sayılmır. Bu ona görə olmur. Çoxu fikirləşir ki, niyə E variantı olmur? E variantının olmaması səbəbi odur ki, inkar sözdən istifadə edilib. İnkar sözdən yox. Daha da bunu yumşaltmaq üçün bunu belə eləməsəydim belə olardı. Yəni müsbətə yönəlik sözlərdən istifadə etmək lazımdır. Ona görə bu olmur. Cavabımız D-dir. Davranışın səbəblərini anlamaq üçün fərdi söhbət aparmaq, birlikdə özü üçün qaydalar təyin etmək. Yəni uşaqla fərdi söhbət aparırıq. Bir növ məsələnin kökünə, məğzinə gedirik, kompetensiyalığı qoruyaraqdan və müəyyən qaydalar təyin edirik. Cavabımız D. Keçək digər suala. Bu sualımız da taksonomiya ilə bağlı bir sualdır. İdrak taksonomiyasını əks elətdirir. Deməli, şərtdə deyir ki, səncə Benjamin Franklin niyə bu qədər məşhurdur? Baxın, burada Benjamin Franklinin niyə məşhur olmasını məndən soruşur ki, niyə? Yəni səncə niyə belədir? Bu dəyərləndirmə olacaq. Çünki mən bu situasiyaya deyə bilərəm ki, filan nələrəsə görə məşhurdur, başqası başqa cür nəsə deyə bilər. Yəni hərənin fikri, öz subyektiv fikri var axı. Məhz buna görə məndən fikrimi soruşursa, Franklinlə bağlı mən öz fikrimi deyəcəm. Öz fikrimi deyəcəmsə bu dəyərləndirməkdir. Çoxu deyir ki, müəllim, təhlil niyə olmur? A variantı. Təhlil ona görə olmur ki, burada kiminsə fikrini bizdən niyə belə olduğunu soruşmur ki. Yəni demir ki, kiminsə fikri niyə belə idi, əsaslandır. Belə bir şey demir. Onu desəydi, onda təhlil olardı. Burada bilavasitə mənim fikrimi soruşur ki, niyə? Mən deyəcəm bu xüsusiyyətinə görə, başqası deyəcək bu xüsusiyyətinə görə. Hərənin bir fikri var. Yəni münasibətimizi bildirəcəyik də. Olacaq nə? Dəyərləndirmək. C variantı. Keçək digər testə. Bu testimiz də situasiya tipli bir testdir. Şərtimizdə qeyd olunub ki, müəllim Cavidə tapşırıq verdi ki, oxuduğu mətnin əsas ideyasını yazsın. Cavid mətnin əsas ideyasını müəyyən etməyə çalışarkən mətnin bir neçə dəfə təkrar oxuyur və hər dəfə fərqli fikirlərlə sürür. O tapşırığın tələblərini başa düşüb düşmədiyindən əmin deyil. Bu vəziyyətdə Cavidin nə etməsi daha uyğun olardı? Baxın, indi variantları bir-bir oxuyub tapacağıq. A-da yazıb ki, başqasının cavabını yoxlamaq və eyni fikri yazmaq. Bu düzgün situasiya deyil. Niyə başqasının cavabını yoxlayıb eyni fikri yazıram? Yəni kopyalayıram da. Bu olmaz. B-yə baxaq. Öz oxuma və başa düşmə prosesini izləmək üçün qeyd aparmaq. Bəli, cavabımız budur. Niyə? Öz oxuma və başa düşmə prosesini izləmək üçün qeydlər aparsa, daha yaxşı uğur əldə edəcək. Lakin C-yə baxın, deyir, tapşırığı başa düşmədim, deyir, müəllimə demək ki, yəni müəllimə deyirəm ki, bu tapşırığı başa düşmədim. Müəllim yəni mənə bunu başa salsın. Yəni özü cəhd eləmir, ona görə bu olmur. Mətni sürətli şəkildə oxumaq və təxminən yazmaq, bu artıq təxminə əsaslanan fərziyədir. Dərsdə də fərziyə olmaz, bunu silirik. Digər mövzulara keçmək üçün mətni tamamilə buraxmaq, bu da artıq o mətndən geri qalmış olacaq. Ona görə doğru deyil. Cavabımız B variantı. Yəni görürsünüz, qismən bu məntiqə əsaslanan artıq bir testdir. Ümumiyyətlə mən hər izahımda deyirəm, imtahanda bəzi suallar olacaqdır. 1-2 sual məntiqimizə əsaslanacaq. Təbii ki, mövzunu bilsəniz daha rahat tapacaqsınız. Çünki metakognitiv bacarıqlarla bağlıdır məsələn bu. Mövzunu bilməyəndəsə artıq çalışırsınız ki, fərziyə ilə cavab irəli sürəsiniz. Lakin açar sözləri biləndə daha rahat olur. Yəni 1 bal adi qazanmaq imtahanda bizim üçün nə qədər xeyirdir. Çünki cəmaət 1 bala görə kəsilir imtahandan. Və yaxud cəmaət 1 bala görə hansısa bir artım əldə edir. Yəni düşünməyin ki, əşya kurikulumdur. Oradan-buradan eşitdiklərimlə və yaxud müəyyən nələrsə dinləməklə gedib yazacağam. Sistemli hazırlaşmaq tamamilə başqadır. Sistemli hazırlaşdıqda artıq bilirsiniz ki, müəyyən bir sualları siz ardıcıl mövzuları öyrənmişsiniz, imtahanın kontekstini əhatə edən aktual məsələləri öyrənmişsiniz və gedib beləcə imtahanda uğur qazanacaqsınız. Yoxsa oradan-buradan eşitdiklərimlə uğur qazanacağım, bu artıq müəmmalı məsələdir, belə deyərdim.
Keçək sonuncu sualımıza da. Sonuncu sualımızda qeyd olunub ki, qrup işi zamanı Aysel şagird yoldaşı Günel tərəfindən təzyiqə məruz qalmasına baxmayaraq emosiyalarını idarə edir. Düşdüyü çətin vəziyyətdən çıxış yolu tapır və Günelə konstruktiv əlaqə qurmağı bacarır. Bütün bunları nəzərə alaraq Ayselin fəaliyyəti onun hansı kompetensiyaya malik olduğunu deməyə əsas verir. Ümumiyyətlə kompetensiya bilik, bacarıq, vərdiş, yəni bu tip xüsusiyyətləri özündə birləşdirən, kompleks şəkildə birləşdirən bir növ belə deyək ki, əsas tam prosesdir də. Burada da mən baxıram ki, kompetensiyanın növünü soruşur. Təbii ki, görürəm ki, Aysel şagird yoldaşı deyir Günel tərəfindən təzyiqə məruz qalıb. Amma Aysel görürsüz, bu təzyiqə məruz qalsa da çıxış yolu tapır. Günellə əlaqə qurur, konstruktiv rəy yaradır. Yəni yola getməyə çalışır. Buna görə bu olacaq mədəni məlumatlıq və özünü ifadə etmə kompetensiyası. Yəni bir növ Ayseldə həqiqətən də mədəni məlumatlıq var. Qarşındakı insana dil tapmağı bacarır və özünü idarə etmə qabiliyyəti var. Doğru cavabımız A. Bu da bizim bugünlük sizə təqdim etdiyimiz testlər. Ümid edirəm ki, izahlarımız sizə xeyir olacaq. Sadəcə sizlərdən asılıdır ki, izahları paylaşasınız, ətrafınızda miqə, sertifikasiya hazırlaşan müəllimlərlə bölüşəsiniz ki, biz də tələbatı hiss edib bu tip izahların ardı arasını kəsməyək. Həmçində sistemli dərslərə qoşulmaq üçün 055 280 59 24 bu nömrəyə yazaraqdan qeydiyyata düşə bilərsiniz. Sağ olun, salamat qalın, növbəti izahlarda görüşmək ümidi ilə.